birinci Aysu. Birinci Güldanə dəyişdi. Biz tanıyırıq. Uşaqlar, çox bilməz. Güldanə. Soyadınız? Pənah hocam. Okey, başladıq. Mənim sualım Azərbaycan filmlərində toy səhnələri mədəni yaddaşın qorunmasına və ənənələrin ötürülməsinə necə rol oynayır? Biz bildiyimiz kimi hər il, hər əsr hər bir şey dəyişir. Odur ki, adamların mentaliteti də dəyişir, ənənələri də dəyişir. Sadəcə toy bir adətdir ki, biz onu çalışmalıyıq, yadımızda saxlamalıyıq. Ona görə biz filmlərə baxanda biz orada fərqli toy səhnələrini görə bilərik və ondan da biz öyrənə bilərik fərqli adətləri və səhnələri. Sonra fərqli milli rəqsləri, musiqiləri, geyimləri və məişət adətlərimizi. Ondan sonra mən 3 dənə film tapdım, hansında ki, toy mövzusu daha çox görsəndirir. Biri Arşın Malavandır. Arşın Malavanda bəy evlənməlidir. Sadəcə o xanımı görmədən əvvəl evlənmək istəmir. İstəyir qızı tanımaq, görmək, ondan sonra evlənmək. Və bu filmdə elə bəy satıcı kimi durur və qızı görəndə doğrudan da onu sevdir deyə ondan sonra evlənmək istəyir. Bu filmdə elçilik və fərqli ənənələri göstərilir. Ondan sonra bəyin oğurlanması. Bəyin oğurlanması əslində çox maraqlı filmdir. Çünki rejissor istəyirdi sadə bir toy kimi bunu çəkmək. Amma gördü ki, fərqli rayonlarda elə durduğu yerdə, elə ki, ssenari ilə getməyən bir filmdir və durduğu yerdə toy zamanı bəy oğurlanır. Bu da bir adət kimidir. Elə ki, bəyi gizlədirlər ki, bəyi tapsınlar və bu filmdə fərqli zarafatlar, fərqli ənənələr, rəqslər göstərilir. Ondan sonra o olmasın, bu olsun. Filmində deməli, gənc qızı qoca kişiyə evləndirmək istəyirlər pula görə. Burada da yenə də elçilik göstərilir. Demək olar, elə ki, kişi ilə qadının tanışlığı, elə ki, tanısınlar bir-birini toydan əvvəl və fərqli başqa adətləri də göstərilir. Sonra nəticə kimi deyə bilərik ki, toy səhnələrin ənənələri unudulmadan saxlayır. Sonra fərqli gənc adamlara öyrədilir. Fərqli filmlərə baxanda, elə biz özümüz də baxanda biz təzə bir şey öyrəndik. Ki, bəyin oğurlanması mən bir dəfə eşitmişəm, belə bir şeyləri. Elə ki, bütün gənclər bunu öyrənə bilər. Və kino bizim mədəni yaddaş arxivimizdir deyə biz elə öyrənirik hər şey. Teşekkürler. Necə dəqiqə vaxtı qeyd edin. Necə dəqiqə? Növbəti Aysu. Okay. Başlayın. Azərbaycan toy və mərasimlərə baxanda biz dərhal görə bilərik ki, bunlar sadəcə şənlik deyirlər, hətta dini və mədəni kulturamızı görsənləri görürük. Məsələn, mən sualım bunu tətbiq edir. İslamın Azərbaycan toylarına necə təsir göstərdiyini. İlk olarak demək istəyirəm ki, Azərbaycanda toylara təsir göstərən birinci tam Türk fikirləşmə forması, qədim Türk fikirləşmə, ikincisi də dindən gələn bizim ənənələr və onların ikisi də bugünə kimi bizim ənənələrdə davam edir və hətta hələm də yaşadılır. Birinci dinin bizə elədiyi təsirlərdən biri o kəbin toyudur.
bəzi araşdırmalara görə mollanın kəsdiyi kəbin o ailənin halalla birləşdiyini bildirir və onların bəxtli və gələcək həyatları daha uğurlu olması üçün. Hətta bəzi rayonlarda elə sayılır ki, kəbin kəsiləndən sonra təkcə toy tamam olur. Hətta toylarda deyilən sözlər, məsələn, Allah mübarək eləsin belə, bu sözlər dinin necə təsir edildiyini göstərirlər. Gəlin dalınca su səpmək və ya qurban kəsmək də bu adətlərin birindəndir. Quranın altından keçirdim. Quranın altından keçmək. Hamısı İslamın göstərdiyi təsirlərdir dinimizə. Sonra başqa bir nümunədə o xına yaxtı toyudur. Xına bizə İslamdan gələn simvoldur ki, qorunacaq və ya uğurla keçiriləcək toy üçün elədirlər. Gəlinə verilən hədiyyələrin o halallıqla bağlanması və uğur arzusu da bu din simvollarından biri sayılır. Və ən axırıncıda bəyin evinə getməsi, gəlinin bəyin evinə getməsi bu toyun dini və mədəni halallıqla olduğunu göstəricidir. Və ən axırda demək istəyirəm ki, tədqiqat göstərir ki, Azərbaycan toy mərasimlərə İslamdan gələn çoxlu ənənələr var və Azərbaycan cəmiyyəti bunları hələ də yaşadır və gələcək nəsillərə də verməyə çalışır və ona görə bu bütün keçən ənənələr bizimlə Azərbaycan mədəniyyəti, Azərbaycan mədəni kimliyini saxlanmasına yardım edir. Evet. Peki, Degem uşaqlar vaxtı qeyd edirəm. Növbəti Ayşə Qoçulu. Ayşə Qoçulu. Başlayabilirsin. Mənim sualım budur ki, Sovet Azərbaycan ədəbiyyatında toy mərasimləri ailə münasibətlərini necə təsvir edir? Bütün cəmiyyətlərdə olduğu kimi Azərbaycan mədəniyyətində də toy mərasimləri ailənin təməlinin qurulmasında, sosial və mədəni dəyərlərin özü büruzə verdiyi əsas faktorlardan biridir. Sovet dövründə də 1920-1991-ci illərdə Azərbaycanda ideoloji və sosial dəyişikliklər olub. Biz bunun ailə münasibətlərinə necə təsir etdiyini də ədəbiyyatda aydın görə bilərik. Ədəbiyyat buna iki aspektdən yanaşır. Birincisi odur ki, adət-ənənə və modellik. Orada adət-ənənələr və Sovet idealları arasında ziddiyyətlər baş verir. Hansı ki, köhnə adət-ənənələr, başlıq pulu, qızların məcbur ərə verilməsi ya da pulqalaşının ərə verilməsi, ya da ki, erkən yaşda ərə verilməsi olur, ya da ki, Sovetin ideallarına uyğun olaraq azad seçimlər, sevgi üçün ailə evlilikləri, ya da ki, insanlar öz istəklərini görə evlənirlər və bu aradakı ziddiyyəti baş verir. Məhəmməd İbrahimovun Gələcək Gün romanında da bu toy mövzusunun çox açıq aydınlıqda var ki, toxuşur. Slaytlar çevirilməsi. Aha, buyurun. Məhəmməd İbrahimovun Gələcək Gün romanında biz bunu görə bilərik. Orada gənclərin qarşısında durur ki, bu başlıq pulu kimi bu faktorlar onların azad sevgi üçün evlənməsinə maneələr yaradır və qəhrəmanlar burada mübarizə aparırlar və burada da Sovetin ideallarını görə bilərik ki, bərabərlik, azad nikah kimi şeylər ödə çıxır. Toyda da əsərdə həm gənclər, həm gənclərin xoşbəxtliyi, həm də ki, yeni Sovet ailəsinin rəmzi kimi təqdim olunur. İkincisi odur ki, Sovet ədəbiyyatında toy çox vaxt şəxsi məsələ kimi, həm də sosial cəmiyyətin bir tədbir kimi qəbul olunur. Bu əsərlərdə ailədə təkcə iki şəxsin həyatı birləşməyi deyil, həm də kollektivin bir hissəsi kimi qəbul olunur. Ona görə də toylarda bəzən kolxoz sədrləri, partiyaların nümayəndələri kimi acım insanlar da iştirak edirlər ki, bu da ailənin Sovet dəyərlərinə uyğun və uyğun olduğunu göstərir. Əsərdə təhsilli işləyən qadınlara da yer verilir ki, onlar artıq azad seçimlərini verə bilirlər, istədikləri insanı seçib evlənə bilirlər və heç bir məcburiyyəti də olmur.
azad səviyyə təqlib edir. İnsanların azad seçimlərində seçimlərində ən əsas məncə faktorlardan biridir. Çünki həyatlarında qərarlarını verirlər bu sahədə. Bu təsvirlər ənənənin dəyərlərini, Sovet reallıqlarını bir neçə toxuşduğunu başa düşmək üçün dəyərlidir. Biz burada başa düşürük ki, yəni Sovet və köhnə faktorlar necə bir-birindən əks təsir yaradır. Bir də əvvəlki slayda qəbul edirsiniz, bilənlərlə. Hansı əsərə fokuslanmışdınız? Əsər dediniz birlikdə. Hansı əsərə fokuslanmışdınız, yoxsa ümumi? Ümumi danışıq. Eşitmədim əsər adı, amma sonradan əsərdə dediniz, sizin bəlkə adını qaçırtmışam. Dedi Mehmet İbrahimovun Gələcək Dillər əsərində. Okey. Ciddi uşaqlar vaxtınızdan. Bax, əladır, 3-0-1-də bir zamanlama. Növbəti kimdir? Yusif Musayev. Yusif Musayev. Okey, başlaya bilərsiniz. Hər kəsə salam. Mənə fərq təqdimat sualım. Azərbaycan mədəniyyətinin ən böyük dəyişməyini əhatə edir. Təqdimat sualım belədir. Sovet dövrü müstəqil dövründə toy ənənələri və toy ənənəmizi fərqlənmişdir. Bizim məqsədimiz bu iki dövrün memarlıq, iqtisadi baxımından müqayisə edərək mədəniyyətimizin fərqlərini göstərməkdir. Bu iki dövrün arasında ən böyük fərq ən böyük fərq toy keçirildiyi yerdə onun miqyasını görünür. Sovet dövründə toy evləri üstünlük təşkil edirdi. Bu binaların sadə memarlıq dövrün ideoloji səhvləri bağlı idi. Çünki sosial bərabərliyi vurğulamaq lazımdır. Toya əsasən qonşular, kollektiv işçilər dəvət olunurdu. Yəni sosial sərvət daha geniş və məcburi idi. Mən təzə başlasam var. Zəhmət olmasa, biraz çox həyəcək. Dayandırıb təzən. Mən video saxlamadım, mən burada davam edəcəm. Mənim təqdimat sualım belədir. Sovet dövrü ilə müstəqil dövrün Bakı şəhərinin toy ənənələri və məkanlar necə fərqlənmişdir? Məkanlar. Bizim məqsədimiz bu iki dövrün məkanlar iqtisadi baxımından müqayisə edib və fərqlərini göstərməkdir. Bu iki dövrün arasında ən əsas fərq toyların məkanıdır. Sovet dövründə toy evləri üstünlük təşkil edirdi. Bu binaların sadə memarlığı ideoloji səbəblərlə bağlı idi. Çünki sosial bərabərliyi vurğulamaq lazımdır. Toya əsasən qonşular, kollektivdəki işçilər gəlirdi. Yəni bu deməkdir ki, sosial ətraf daha geniş idi və məcburi idi. Hər şey dövlət var, hər şey dövlət nəzarət edirdi. Və toyların əsas funksiyası ictimai normalara riayət edib, israfçılıqdan qaçmaq idi. İndiki dövrdə isə şahlı saraylar dominant rol oynayır. Bu binalarda 500-1000 nəfər qonaqlar tutulur və bundan fərqlənir. Artıq əsas qism kommersiyadır. Sahib Əliyev qeyd edir ki, toylar artıq pul və ailə statusunu göstərən bir simvol çevrilir. Dəvət siyahısı da pula görə və ailə statusuna görə müəyyən edilir. Məkanlardan başqa toy aletləri də dəyişir. Sovet vaxtında minimum standart idi və musiqi ilə fərqlənir. Milli ansamblar və dövlətin icazə verdiyi musiqilər ifa olunurdu. Aygün Axundova qeyd edir ki, milli gəncə belə Sovet dövrü standartlaşdırdı. Hədiyyə mədəniyyəti də dəyişdi. Sovet vaxtında pulun yerinə şirniyyat, ədviyyat kimi hədiyyələr verilirdi. Amma müasir toylarda əsas hədiyyə pul sərfləridir.
və bu indiki toyların içəri bir tədbirə çevriləcəyini göstərir. İndiki zamanda isə müstəqillik isə toy adətlərini qloballaşdırdı və milliləşdirdi. İndi qərb tətbiq gəldi. Məsələn, DJ şovlar və Avropa gəlinlikləri. Və onunla bərabər isə bəzi unudulmuş milli adətlər də qayıdır. Başqa slaydda? Şadlıq.az saytı bildirir ki, əvvəlki toylar, indiki toylar abı havasını itirib və biznes praktikini başlayır. Sualımı yekunlaşdırıram. Biz bu nəticəyə gəldik ki, Sovet dövründə toylar daha sadə və daha qaydalara uyğun, qaydalara bağlı idi. Amma indiki zamanədə onlar daha sərbəst və seçim əsaslıdır. Və bu, Azərbaycan cəmiyyətinin necə dəyişdiyini göstərir, zamanla dəyişdiyini göstərir. Hacım, prezentasiya başlamışdan qabaq sual oxumaq vacibdir. Hə, sualı mütləq qeyd edilməz. Çünki mən bilmirəm axı siz hansı suala cavab verirsiniz, nədən danışacaqsınız. Bir də slaydları çevirmək yadınızdan çıxmasın uşaqlar. Danışırsınız, bəzən başınız qarşı hamıya aid deyil, amma just keep in mind. Ad soyad? Oruç Kərim. Necə? Oruç Kərim. Oruç Kərim. Başlaya bilərsiniz. Mənim sualım, Azərbaycan filmlərində toy ənənələrinin çarpı cəmiyyətin dəyişən dəyərlərindəki mədəni transformasiyası hansı formada əks etdirir? Keçmiş Azərbaycan filmləri toyda daha çox böyük ailə və icma tədbiri kimi, icma bayramları kimi təqdim olunurdu. Məsələn, Arşın Malalan 1945 filmində toy səhnələrində ailələr bir yerə toplaşır, birlikdə rəqs edir və hər kəs bir-birinə kömək edir. Bu səhnələr o dövrün kollektiv dəyərlərini, icma birliyini və insanlar arasında güclü sosial əlaqəni göstərirdi. Həmçinin O Olmasın, Bu Olsun filmində toy hazırlıqları ailənin münasibəti geniş şəkildə göstərilir. Burada toy böyük qohumluq əlaqələrini, hörmət və usta şagird münasibətlərinin bir hissəsi kimi təsvir olunur. Toy mərasimi yalnız iki insanın deyil, bütün icmanın bir araya gəldiyi sosial hadisə kimi təqdim edilir. Bu filmlər göstərir ki, keçmişdə toylar adət ənənələrin qorunması, ailə böyüklərinin söz sahibi olması və kollektiv mədəniyyətin davam etdirilməsi üçün mühüm bir vasitə idi. Müasir dövrün Azərbaycan filmlərində toy səhnələri daha fərdi, daha modern və şəxsi seçimlərə əsaslanan şəkildə əks etdirilir. Məsələn, Qız Qaçırdı bir filmində toylar daha qeyri-rəsmi atmosferdə əks etdirilir. Qonaqlar daha rahat geyimli olur, musiqi seçimi gənclərin zövqünə uyğunlaşdırılır və ənənəvi qaydalardan çox şəxsi arzular ön plana keçir. Bu, cəmiyyətdə fərdiliyin artdığını və gənclərin öz qərarlarına daha çox önəm verildiyini göstərir. Bundan başqa, Bəxt Üzüyü 2 filmdə toylar daha çox Keçin ediyor. daha fərdi formada keçirilir. Burada texnologiyanın rolu, sosial şəbəkələrin təsiri, toyun maliyyə tərəfləri və müasir göstəricilər daha aydın şəkildə görünür. Bu səhnələr göstərir ki, toylar daha çox şəxsi imic,
çətinləşdirdiyi toylar daha çox şəxsi image, fərdi rahatlıq və ənənəvi və yeniyə açıq formada əks etdirilir. Bundan sonra beləliklə keçmişdə toylar kollektivlik, Qurtarın. Cümləci qurtarın. keçmişdə toylar fərdilik